Salam hörmətli izləyicilər və funksiyalar mövzusu ilə davam edirik. Bu dəfə tək və cüt funksiyalar haqqında və artan azalan funksiyalar haqqında danışacağıq. Nədir tək funksiya, nədir cüt funksiya? Əvvəl yazılış qaydasını qısaca olaraq yazım. Lap da kitabdakı kimi yazmamışam. Yəni siz əgər buraxılış imtahanlarına hazırlaşırsınızsa, məsləhətdir ki, kitabdakı təriflərə də bir baxasınız. Deməli, f mənfi x bərabərdir mənfi fx olarsa, yəni bu şərt ödənərsə, onda olur tək funksiya. Funksiya olur tək funksiya. Əgər f mənfi x bərabərdir müsbət fx ödənərsə, onda olur cüt funksiya. Və tək funksiyalar o x oxuna nəzərən simmetrikdir. Cüt funksiyalar isə o y oxuna nəzərən simmetrikdir. Nə deməkdir? Şəkil cəhətindən fikir verin. Bax, bu tək funksiyanın qrafikidir. Tək funksiyanın qrafikləri adətən koordinat başlanğıcından keçməklə koordinat başlanğıcına nəzərən simmetrik olurlar. Yəni, bu şəkli xəyalən koordinat başlanğıcına nəzərən qatlasaq, onda bu hissə ilə bu hissə üst-üstə düşəcək. Amma bu şəkildə cüt funksiyanın şəklidir. Cüt funksiyalar y oxuna nəzərən simmetrikdir. Bir sözlə, həmən bu y oxu bu funksiyanın tən ortasından keçir. Bax, bu o deməkdir. Eləcə də burada isə koordinat başlanğıcı bu funksiyaların tən ortasında yerləşir. Bax, yəni bunu çox vaxt çaşdırırlar. Bu o deməkdir sadəcə. Koordinat başlanğıcına nəzərən simmetriklik, burada isə o koordinat oxuna nəzərən simmetriklik. Bu cüt funksiyanın qrafikidir, bu tək funksiyanın qrafikidir. İndi əslində daha biraz ətraflı izah edək ki, nə deməkdir? Yəni, bayaq tərif formasında yazmışıq. Deyir, aşağıdakı funksiyaları araşdırın. Yəni, təkdir, yoxsa cütdür. Nə edəcəksiniz? Sadəcə baxacaqsınız. X-in qiymətinə mənfi yazdıqda o dönüb müsbət olursa, deyəcəyik, cüt funksiya. Yox, X-in yerinə mənfi yazdıqda mənfi şəklində də qalırsa, deyəcəyik, tək funksiya. Vəssalam, bu qədər asan. İndi baxaq. X-in yerinə mənfi yazdıqda üzəri tək ədəddir. Tək ədədlər də bu mənfini neynir? Saxlayır. Baxın, görürsünüzmü? Deməli, bu necə funksiyadır? Bu təkdir. Baxaq buna. X-in yerinə mənfi verdikdə bu kvadrat o mənfini yox eləyir. Ona görə olur cüt funksiya. X-in yerinə mənfi yazdıqda bu modul işarəsi onun qiymətini müsbətə çevirir. Deməli, cüt funksiya. Trigonometrik funksiyaları isə biz trigonometriyada qeyd etmişik. Kosinus x funksiyası cüt funksiyadır. Sinus x funksiyası isə tək funksiyadır. Və davam edək. Y bərabərdir 1 bölü x funksiyasında. X-in yerinə mənfi yazdıqda mənfi olaraq qalır, ona görə olur tək. Y bərabərdir x vuraq müsbət x. Aha, indi burada baxaq. Əvvəlcə modulun tərkibindəki x mənfi mənimsətdikdə bu mənfi müsbətə çevirir. Amma axı buradakı mənfi olaraq qalır, düzdür. Ona görə də belə bir hal əmələ gəlir. Ümumi funksiyanın qarşısında mənfi işarəsi yaranır. Funksiyanın da qarşısında mənfi işarəsi yaranırsa, onda olur tək funksiya. Digər funksiya baxaq. Kosinus x və modul x. Kosinus x-in tərkibində mənfi x yazdıqda müsbətə çevirir, çünki cüt funksiyadır. Modulun içindəki x-a da mənfi yazdıqda müsbətə çevirir, çünki modulun xassəsidir. Onda müsbət eləyir cüt funksiya. Bax, bu qədər asandır. Yenə davam edək. Y bərabərdir x üstəgəl 1 bölə x. Baxaq. Bu x-a mənfi yazdıqda mənfisi qalır. Bu x-a da mənfi yazdıqda mənfisi qalır. Deməli, ümumilikdə bütün x-lar mənfilərə çevrilir. Deməli, olur tək funksiya. Bu x-in yerinə mənfi yazdıqda mənfi olaraq qalır. Mənfi yazdıqda mənfi olaraq qalır. Və ümumilikdə bütün işarələr dəyişmiş olur. Yəni, mənfilər
x-lar mənfiləşir. Ona görə olur tək funksiya. Burada x-in yerinə mənfi yazdıqda mənfi olaraq da qalır. Olur tək funksiya. Gəldik, çıxdıq. Bax, bu mən əvvəlki videoda qeyd etmişəm ki, bu cür, yəni x-sız funksiyalar sabit funksiyalar adlanır. Sabit funksiyaların da qrafikini də hətta çəkmişəm deyəsən. Bunun qrafiki necə çəkilir? 9 y oxunda qeyd olunur. Çünki axı y bərabərdir 9 yazıblar. Və x oxuna bax, belə paralel düz xətt çəkilir. İndi baxaq. Biz demişdik ki, bu y oxuna nəzərən simmetrik olurlar cüt funksiyalar. Deməli, mən bu oxa nəzərən, baxın, bu oxa nəzərən bunu qatlasam, bununla bu üst-üstə düşməlidir. Düşürsə, onda bu cüt funksiya hesab olunur. İndi isə qrafiklər üzərində həmən bu cütlüyün və təkliyin qrafiklərinə baxaq. Deyir, araşdırın. Baxıram bura, mən yadıma salıram. Cüt funksiyada y oxu həmən funksiyaların tən ortasından keçməlidir. Amma burada ümumiyyətlə funksiya bir tərəfdədir. Yəni y oxunun digər tərəfində də bunun təkrarı olmalıydı, yoxdur. Onda bu ümumiyyətlə nə tək, nə cüt funksiya deyil. Baxaq bu funksiyaya. Bu funksiyada y oxu tən ortasından keçib. Deməli, cüt funksiya. Burada isə həmən bu koordinat başlanğıcı, həmən bu funksiyaların ortasında qalıb. Yəni, o deməkdir ki, bu nöqtəyə nəzərən funksiya qatlansa, bu hissə ilə bu hissə üst-üstə düşəcək. Onda olur tək funksiya. Burada isə nə koordinat başlanğıcına nəzərən simmetriklik yoxdur, nə də ordinat oxuna nəzərən simmetriklik yoxdur. Ona görə bundan heç danışmağa dəyməz. Davam edək, artan və azalan funksiyalar. Əvvəlcə qısaca tərifini deyirəm. Yenə deyirəm, kitabdakı tərif deyil, sadə dildəki tərifini demək istədim. O deməkdir ki, deməli, fx funksiyası üçün əvvəl axı biz bildiyimiz kimi funksiyadakı x-lara biz müxtəlif qiymətlər verə bilərik. Biz funksiyanın qiymətlərini tutaq ki, funksiyaya verdiyimiz qiymətləri, daha doğrusu, yəni argumentə verdiyimiz qiymətləri artıra gedək. Yəni x, üzr istəyirəm, burada kiçik işarələr yazmaq istədim. Deməli, əslində böyük də olar, amma ki, mən kiçik nəzərdə tutmuşam, dərgi yoxdur. Deməli, x1 x2-dən kiçikdir, o da x3-dən kiçikdir. Bu nə deməkdir? Yəni, sonraki əvvəlkindən böyüyə gedir. Və x-lara bu qiymətləri mənimsətdikdə uyğun olaraq funksiyanın da qiymətləri, yəni alacağımız cavablar get-gedə böyüyürsə, onda olur artan funksiya. Yox, sən məsəl üçün x-a 1, x2, 3, 4 böyüdə gedirsən, yəni artıra gedirsənsə, amma y-ın aldığın cavabları baxırsan ki, get-gedə azalır, deməli olur azalan funksiya. Bu qədər sadə. Gəlin nümunəyə baxaq. Y bərabərdir 3x. Funksiyası artandır ya azalandır. Bax, bizdən bunu araşdırmağımızı soruşur. Biz neyinirik? Çox sadə. X-a cəmi 3 dənə, yaxud 3 dənə versəniz bəsdir. 3 dənə qiymət verin, amma artıra verin. Yəni, elə 1, 2, 3. Yəni, baxın, mən nə oldu? X-larımı artırdım. İndi bunlara uyğun y-larımı hesablayıram. 1 yazdıqda 3, 2 yazdıqda 2 vur 3, 6, 3 yazdıqda 3 vur 3, 9. Deməli, x-larım 1, 2, 3 get-gedə artdı. Aldığım cavablar da get-gedə artıb. Fikir verin, bu x-dir, bu y-dir. X artıb, y da ona uyğun artıb. Deməli, bu artan funksiyadır. Digər nümunədə y bərabərdir -0,5x. Yenə x-a qiymətlər verək. 1 verək,
2 verək, 3 verək. 1-ə uyğun olur mənfi 0,5. 2-yə uyğun olur mənfi 1. 3-ə uyğun olur mənfi 1,5. İndi fikir verək. X-larımız artıb. Y-larımıza baxaq. Y-larımızın ədədi qiyməti artmağına baxmayaraq, yəni baxın 0,5, 1, 1,5 qarşılarında mənfi varsa, o deməkdir ki, bunlar əksinə azalıb. Deməli, Y azalmış funksiyadır. Onda bu azalandır. İndi burada asan bir yol da var. Yəni, belə də yoxlaya bilərsiniz. Özünüzü tam garanti olaraq almaq üçün, yəni qarantlamaq üçün siz bunu elə bilərsiniz. Amma fikir verin, x-ın, yəni funksiyanın tərkibindəki x-ların qarşısı müsbət ədəddirsə, o çox güman ki, artan funksiya olur. Funksiyanın tərkibindəki bu x-ların əmsalı mənfi ədəddirsə, azalan funksiya olur. Davam edək. Fx funksiyası mənfi 1,1 parçasında təyin olunmuşdur. Bax, bu nə deməkdir? Bu deməkdir ki, bunun qrafiki mənfi 1,1 parçasının daxilində dəyişir. Yəni, o aralıqda qiymətlər alır. Və tək funksiyadır. Bax, buna çox diqqətli olmalıyıq. Tək funksiyadır. F1 bərabərdir 2 alıblar. F1 bərabərdir 2 nə deməkdir? Yəni, x-in yerinə 1 yazdıqda cavab 2 alınır. Onda f-1 üstəgəl 2 f1 üstəgəl f0-ı hesablayır. İndi funksiyamız yoxdur. Yəni, adətən düsturumuz olurdu və bu qiymətləri yerinə yazırdıq, hesablayırdıq. Amma əlimizdə heç bir funksiya yoxdur. Amma nə var? Biz bir şey bilirik ki, bu funksiya tək funksiyadır. Tək funksiyalar koordinat başlanğıcından keçir. Çünki axı biz koordinat başlanğıcından nəzərən simmetrikdir. Koordinat başlanğıcından keçmək nə deməkdir? Yəni f0, 0 deməkdir. Bunu biz test nəzərimizdə çatdırdıq. Sonra koordinat başlanğıcında nəzərən simmetrik olan funksiyalarda, məsələn, bax, bir nümunə deyim. Bir nümunə şəkil, daha doğrusu şəkil çəkim. Məsələn, bu funksiya koordinat başlanğıcına nəzərən simmetrikdir. Doğrudan da görürsünüzmü? 0, 0 nöqtəsidir, yəni x-ə 0 qoyduqda y-də 0 olmalıdır. Və burada belə bir şey var. Əgər x-ı, məsəl üçün, burada müsbət qiymətində müsbət cavab almışıqsa, onda həmən x-ın eyni mənfi qiymətində də eyni cavabın mənfisi alınır. Burada çox gözəl bir qayda var. Onda gəlin yazaq. Bizə nə vermişdi? f1, 2 verilib. Amma misalın içində f-1-i soruşur. Mən də burada bayaq dedim ki, əgər müsbətdə müsbət almışsansa, həmən cavabın mənfisində də gələk mənfi qiymət alasan. Onda burada müsbət 1-də 2 cavabı almışsansa, mənfi 1-də də avtomatik mənfi 2 cavabı almalısın. Üstəgəl 2 vuraq f1. f1-in qiyməti neçədir? 2-dir də. Üstəgəl, bunu da bayaq dedim niyə 0 alınıb. Eləyir, cavab 2. Və davam edirik. Bu funksiyalar isə mürəkkəb funksiyalar haqqında danışacağım. Mürəkkəb funksiya nədir? Sadəcə bir funksiyanın daxilində dəyişənin yerinə digər funksiya iştirak edir. Yəni, baxın, bu şəkildə fikir verin. F funksiyasıdır. Adətən öyrəşmişik ki, f-in daxilində x olsun. Amma bu f-in daxilindəki x yeni bir funksiyadır. Bax, bu mürəkkəb funksiya sadəcə o deməkdir. İndi bu funksiyalarda nə etmək lazımdır? Deməli, 2 dənə funksiya verilib. Fx funksiyası və jx funksiyası. Və bizdən, bax, bunu soruşur. Gəlin, baxaq. Ümumi lap çöldəki hərfə fikir veririk. Lap çöldəki hərf hansıdır? Bu. Deməli, bizim əsas funksiyamız budur. Yazırıq bunu.
kosinus. Amma dəyişənin yanına çatdıqda bu dəyişəni götürürəm, onun yerinə həmən baba bu Jx funksiyasını yazıram. Jx funksiyası isə budur. Mən bunu bütövlükdə yazacağam bura. Oldu ki. Və salam, görürsünüz, bunun ifadəsi budur. Və nəhayət sonuncu suala baxaq. Bütün ədəd oxunda artan fx-in qiymətlərindən hansı ən kiçikdir? İndi bu nə deməkdir? Deməli, artan funksiya haqqında dedim. O deməkdir ki, x-ları artırdıqca y-lar da artır. İndi belə olan halda fikir verin. Ən kiçik qiymət sizcə nə ola bilər? Ən kiçik qiymət elə bu qiymətlərdən ən kiçik olmalıdır. Çünki mən arta getmişəmsə, ən birinci yerdə, yəni ən kiçik qiymətim elə funksiyanın da ən kiçik qiymətinə uyğun olmuş olur. Yəni bunu qrafik şəklində izah edim. Bax, bu funksiya arta gedir. Niyə? Soldan başlayırıq da biz ümumiyyətlə oxumağa və yaxud da qrafikləri də oxumağa soldan başlayırıq. Soldan başladı, arta getdi sonsuzluğa kimi. Yəni bu bütün ədəd oxunda arta gedir. İndi fikir verin. X-lara baxan, X-lar mənfi sonsuzluqdan, yəni kiçikdən böyüyə doğru gəlir. Kiçikdən böyüyə doğru gəldikcə y-in qiymətləri də fikir verin arta gedir. Deməli, ən kiçik qiymətim mənim elə bu x-a verdiyim ən kiçik qiymət olacaq. Ən kiçik qiymət isə hansıdır burada? Əlbəttə ki, ədədlərdən ən kiçiyi 0 qiymətidir. İkincidə isə əksi nə deyir? Deyir ki, bütün ədəd oxunda azalan fx-in qiymətlərindən hansı ən kiçikdir? İndi burada belə bir qayda var ki, artan funksiyada ən kiçik qiymət ən kiçikdir, ən böyük qiymət ən böyükdür. Azalan funksiyada isə tərsinədir. Yəni, ən kiçik qiymətdə funksiyanın ən böyük qiyməti hesab olunur. Yəni, baxın, bunun içindəki qiymətlərdən ən kiçiyində funksiyanın özü ən böyük hesab olunur. Bunun içindəki qiymətlərdən ən böyüyündə funksiyanın özü ən kiçik hesab olunur. Bax, bir dənə bunu biraz yaxşı başa düşün. Deməli, ən kiçiyini tapmaq üçün sadəcə siz tərsinə əməliyyat edirsiniz də. Normal halda ən kiçik qiymət 0 idi, düzdür? Amma o artan funksiyalar üçündür. Azalan funksiyalar üçün bunun tərsini götürürük. Yəni, ən böyük qiyməti ən kiçik kimi götürürük. Olur 9 qiyməti. Bu qədər. Gələn videoda görüşərik. Gələn videoda yenə də hələ ki bu mövzunun davamı olacaq.